Hansı proteindən istifadə edirsən? İndi sizə göstərəcəm. Deməli, süd, hot cake, aşvaganda tozu və protein orijinal. Bundan hamısı orijinal olmalıdır. Geydirmə proteinindən o effekti ala bilməyəcəksiniz. Bunların və yumurta, bir ədəd yumurta qatırıq hamısını. Süd də qatırıq və qarışdırıq, bu şəkildə edirik. Bu şəkildə etdikdən sonra belə tam qarışandan sonra neyinirik sizə göstərəcəm. Deməli, təmiz yağ çaşın, zeytun yağı ya avokado yağı. Mən avokado yağından istifadə edirəm. Deməli, onu bu şəkildə götürürük və tavaya yayırıq bu şəkildə. Nəzik tökürük, çox qalın da olmaz. Belə tavaya tökəndən sonra və bunu qaydada tökürük. Baxın dostlar. Tökdük. Burada sonra qapağı bağlayırıq. Bu şəkildə pişəndə sizə deyəcəm. Deməli dostlar, bu qaydada olur. Üstü deşik olanda deməli hazırdır. Götürə də bilərsiniz. Mən sadəcə bu 200-ün ikisini də qırmızı eləməyi sevirəm. Bu şəkildə. Çox qoymursunuz ki, yanmasın. Belə hazırdır. Deməli əziz dostlar, çox güclü bir proteindir bu hazırladığımız. Və bunun tərkibində təxminən 80-90 qram protein var. Bu da az bir protein deyil. Bəlkə də çoxdur. Yəni o dərəcədə, amma mən bundan istifadə edirəm, yeyirəm. Səhər, günorta, arada mədəm boş qalmasın, ona görə yeyirəm və südlə içirəm əsas. Bir stəkan sütü tökürük qəşəng. Sütün özündə də əlavə protein var. Süddən süt tökürük qəşəng. Və hazırladığımız bu keklərdən yeyirik. Mən çox şəkərli eləmirəm. Amma siz istəsəz şəkər də qata bilərsiniz. Bu proteinə də şəkər bəs edir. Çox xeyirli bir şeydir, əsl protein. Çörək kimi. Lazım olanda bir dənə, 2 dənəsini yeyirsən. Elə bunun bir dənəsində 20 qram protein var. Amma bu boydan. Çünki tərkibində yumurta da var, süd də var. Əlavə orada hot cake'in də proteini var. Əlavə bir protein də tökmüsən, polnu bəs edir. Amma orijinal proteindən istifadə edin. Protein orijinal olmasa effekt verməyəcək. Pişirəndə belə olmayacaq, daş kimi olacaq, içində yumru-yumru, düyün-düyün olacaq, qarışmayacaq. Məndən bu qədər, öpürəm, kanala abunə olmağı unutmayın.